Əl-Məaric, Dərəcələr yaxud Pillələr surəsi Məkkədə nazil olmuşdur. 44 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Səələ səilun bi'azabin vaqi'. İstəyən şəxs elə bir əzab istədi ki, mütləq baş verəcək. Lil-kafirinə leysə ləhu dafi'. Kafirlər üçün və onun qarşısını alan olmaz. Minəllahi zil-mə'aric. Elə bir əzabdır ki, məaric, bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr, yaxud möminlərin mənəvi kamal dərəcələri və yaxud mələklərin mənəvi dərəcələri və ya Allah övliyalarının cənnətdəki dərəcələri sahibi olan Allahdandır. Ta'rucul mələikətu vər-ruhu iləyhi fi yevmin kənə miqdaruhu 50.000 sənə. Mələklər və ruh, Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud, müddəti dünya günləri ilə müqayisədə 50.000 olan bir gündə, yəni qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab kitabı təqdim etmək üçün Allaha sarı mənəvi ucalarlar. Fasbir sabran cəmilə. Belə isə gözəl bir şəkildə səbr et. Belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər əlamət olmasın. İnnəhum yaravnəhu bə'idə. Onlar onu, o günü uzaq görürlər, mümkünsüz bilərlər. Və nərahu qaribə. Biz isə onu mümkün, ya baş verməyə yaxın görürük. Yevmə təkunus səməu kəl-muhl. O gün ki, göy qızmış, ərimiş filiz kimi olar. Və təkunul cibalu kəl-ihn. Və dağlar didilmiş, havada pərakəndə halında rəngarəng yun kimi olarlar. Və la yəsəlu hamimun hamimə. Və heç bir qohum və əziz dost öz qohumunun və dostunun halını soruşmaz. Yubassarunəhum yəvəddul mucrimu ləv yəftədi min əzəbi yevmi izin bibənih. Qohum qohuma göstərilər, lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər. Günahkar arzu edər ki, kaş o günün əzabından qutarmaq üçün fəda edə biləydi öz oğullarını. Və sahibətihi və əxih. Həm zövcəsini və qardaşını. Və fasilətihi əlləti tu'vih. Həm də dünyada ona sığınacaq verən yaxınlarını və qövmünü, qəbiləsini. وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنْجِيهِ. Və yer üzündə olanların hamısını, təki bu iş ona o günün əzabından nicat versin. كَلَّا إِنَّهَا لَظَى. Belə deyildir. Günahkar nicat tapmaz. Əksinə o, cəhənnəm, alovlu dillər çıxan atəşin şöləsidir. نَزَّاعَةً لِلشَّوَى. Başın və bədən üzvlərinin dərisini soyandır. تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّى. Bu atəş
sözlə və dartmaqla çağırır haqqa hər bir arxa çevirəni və Allahdan və onun dəvətindən üz döndərəni وَجَمَعَ فَأَوْعَى və mal dövlət toplayıb qablarında, sandıqda və ambarda yığıb saxlayanları إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا Həqiqətən insan olduqca həris və kəmhövsələ yaradılmışdır. إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا Ona bir zərər və ziyan üz verdikdə dözməz. وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا Ona bir xeyir yetişdikdə xəsis və simic olar. إِلَّا الْمُصَلِّينَ Namaz qılanlardan savayı. الَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ دَائِمُونَ O kəslər ki, namazlarında davamlı və möhkəmdilər. وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ O kəslər ki, onların mallarında məlum, müəyyən bir haqq vardır. Vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi. لِلسَّائِلِ وَالْمَحْرُومِ Dilənən və dünya malından məhrum olan kimsələr üçün. وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ O kəslər ki, əqidə və əməldə cəza gününü təsdiq edərlər. وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar. إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونَ Çünki Rəbbinin əzabından arxayınçılıq yoxdur. وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar. إِلَّا عَلَى أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar bu barədə yaxınlıq etməyə görə qınanmazlar. فَمَنِ ابْتَغَى وَرَاءَ ذَلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ Beləliklə, kim bundan, bu iki haldan artığını istəsə və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür cinsi ləzzətlərə dalsa, belə şəxslər İslam hüdudlarında həddi aşanlardır. وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ O kəslər ki, xaliqlə və məxluqlu olan öz əmanətlərinə, əhd peymanlarına riayət edərlər. وَالَّذِينَ هُمْ بِشَهَادَاتِهِمْ قَائِمُونَ O kəslər ki, öz şəhadətlərində şəhadəti qəbul etmək və verməkdə sabit və möhkəmdir. وَالَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ يُحَافِظُونَ O kəslər ki, namazlarını, namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə qoruyarlar, أُولَٰئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ məhz onlar ali və xoşagələn cənnətlərdə ehtiram olunacaq kimsələrdir. فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ Belə isə kafir olanlara nə olub ki, sənin yanına tələsirlər? عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ Dəstə-dəstə, sağdan və soldan
sənin ətrafına yığılırlar. أيطمع كل امرئ منهم أن يدخل جنة نعيم Yoxsa onlardan hər birinin tamahı var ki, sabah qiyamətdə kafir ola-ola onu çox neymətli cənnətə daxil edələr. كلا إنا خلقناهم مما يعلمون Xeyr, belə deyil. Biz onları özləri bildikləri şeydən, nütfədən yaratdıq. Sonraki mərhələlərdə imana və əmələ təkamül tapmayınca, heç kəsin cənnətə girməyə ləyaqəti çatmaz. فلا أقسم برب المشارق والمغارب إنا لقادرون And olsun məşriqlərin və məğriblərin Rəbbinə, qışın əvvəlindən yayın əvvəlinədək olan günəşin cənub tərəfə ən çox meyl etməsindən, şimala tərəf ən çox meyl etməsinə qədər olan 180 günəş məşriqi və onun əksi, onların müqabilində 180 məğrib və ya bu günəşin ulduzlarının, yaxud digər planetlərin məşriqləri və məğribləri və ya hər hansı bir günəş planetinin məşriqləri və məğriblərinin Rəbbinə ki, həqiqətən biz qadirik ki, على أن نبدل خيرا منهم وما نحن بمسبوقين onların, insanların yerinə onlardan daha yaxşısını gətirək və biz əsla öz iradəmizdə məğlub olmarıq. فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون Belə isə dəlil sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə. Əksinə, onları burax ki, vəd verilən günə qovuşana dək öz tüğyankarlıqlarının girdabında batsınlar və oynayıb əylənsinlər. يوم يخرجون من الأجداث سراعا كأنهم إلى نصب يوفضون O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar. خاشعة أبصارهم ترهقهم ذلة ذلك اليوم الذي كانوا يوعدون Gözləri yerə dikildiyi halda böyük bir zillət və xarlıq onları bürüyər. Budur onlara vəd edilmiş gün.